Birinci sual, kubun neçə diagonalı var? Burada nəzərə olaraq yadımıza saxla. Kubun 4 diagonalı var. Qayda olaraq yadımıza saxlayın. Bu asan bir sualımız idi. Sonra ikinci suala baxaq. İkinci sualda tili 2 santimetr olan til, yəni A 2 santimetrdir. Kubun tam səthinin sahəsini soruşur. Tam səthinin sahəsi də 6 A kvadratıdır. A'mız neçə bərabərdir? 2-dir. 2-nin kvadrata yüksəldib 6-ya vurmaq lazımdır. Neçə bərabərdir? 24-ə bərabərdir. Sadəcə orada diqqətli olun. Tam səthinin sahəsini tapmaq üçün 6 A kvadratına bərabərdir. Üçüncü suala fikir verək. Üçüncü sualda lazım olan suallarımızdandır. Kubun tam səthinin sahəsini, burada tərsinədir. Kubun tam səthinin sahəsi düsturu bilməliyik. Tam səthinin sahəsi 6A kvadratıdır. Neçə bərabərdir ki? 12-dir. Onda belə çıxır ki, A kvadratı neçə bərabərdir? 2-dir. Bizdən də yan səthinin sahəsini soruşur. Bəs yan səthinin sahəsi neçə bərabərdir ki? 4 A kvadratına bərabərdir. Biz A kvadratı zaten neçə tapmışdıq ki? 2 idi. Onda belə yazaq. 4 vuraq 2 neçə bərabərdir? 8-ə bərabərdir. Kubun yan səthinin sahəsi də həmin düsturdan hesablanır. Dördüncü suala fikir verək. Dördüncü sualda diagonalı 12 santimetrə bərabər olan kubun, kubun öz diagonalı. Kubun öz diagonalı neçə bərabər edir ki? A kökatlı 3-ə bərabərdir. Yəni bu da bərabər neçədir? 12-dir. Gəlin əvvəlcə tiri tapaq. A bərabərdir, 12 bölək neçədir? Kökatlı 3-dür. Cavab belə də ola bilər. Ancaq mən bunu məxrəci irrasionaldan azad edirəm. İrrasionaldan azad edirəm kökatlı 3, vuraq kökatlı 3, sürətdə eyni zamanda kökatlı 3-ə vururam. Bu da bərabər 9 3 elədir, 12 kökatlı 3 və 4 kökatlı 3 aldı. Yəni tiri tapıb 4 kökatlı 3-dür. Bəs tam səthin sahəsi nəyə bərabər? Da tiri tapmışamsa, tam səthin sahəsini tapmaq asandır. Tam səthinin sahəsi də dedik ki 6 A kvadratına bərabər. Yəni 6 vuraq. Bunun kvadratı neçə elədir? 16 vuraq neçədir? 3-dür. Bununla vursam neçə elədir? 96. 96'yı da 3'ə vurarıq. 8 288'ə bərabərdir. 288'ə bərabərdir. Əvvəlcə tilini tapıram və sonra yerinə yazıb qiymətini tapmış olarıq. 5-ci suala fikir verək. Tili 1 santimetr olan kubun tilləri cəmi. Bu da sualdır. İmtahanda da düşmə ehtimalı daha çoxdur. Tili 1'dir. Tili 1'dirsə, demək, A'mız neçədir? 1'dir. Kubun tilləri cəmi. Bəs kubun tilləri cəmi bəs neçə bərabərdir ki? 12 A'ya bərabərdir. A da 1'dirsə, o da neçə bərabər olmuş olar? 12'yə bərabər. 5-ci suala yekunlaşdırdıq. 6-cı suala fikir verək. 6-cı sual. Xətti ölçüləri natural ədədlər olan. Düzgün cavab var. Xətti ölçüləri deyək ki A, B, C. Bunların hər biri də natural ədədlərdir. Düzgün cavab var. 200'ünün sahəsi. Deyək ki A ilə B sahəsi. A vuraq B bərabər neçədir? 13'dür. Deyək ki A ilə C də 17'dir. A ilə C də neçə bərabərdir? 17'yə bərabər. Bu tip misalları biz natural ədədlərdə də çox vaxt istifadə etmişik. 13 sadə ədəddir, 13 vuraq 1'dir, 17 sadə ədəddir 1'dir. Ortaq vuruq burada A'mız demək birə bərabərdir, B'miz 13'ə bərabərdir, C'miz neçə bərabərdir? 17'yə bərabərdir. Tam səthinin sahəsini soruşur. Tam səthinin sahəsi bəs nəyə bərabərdir? 2 vuraq AB, AC, BC. Bu şəkildədir. Sadəcə verilənləri yerinə yazıb hesablamaq lazım. 2 vuraq, A-nı B-yə vuraq, yəni 13. B-ni C-yə vuraq, yəni 13 vuraq 17. Plus bir də A-nı B-yə vurduq, bir də A-nı C-yə vuraq, plus neçədir? 17'dir. Sadəcə bunu hesablamaqla kubun tam səthinin sahəsini tapmış olar. 6-cı sualda buydu. Bu suallardandır. 7-ci
Kubun diagonallarının kəsişmə nöqtəsindən hər hansı üzə qədər olan məsafə 3 cm-dir. Kubun diagonalını tap. Baxın, kubun diagonalının kəsişmə nöqtəsi hər hansı demək bu yarıdır da. Yarı 3 cm isə bu yuxarı yarıda 3 cm. Onda biz belə çıxır ki, kubun tiri neçə santimetrmiş? 6-ya bərabərdir. Yəni bu diagonalın kəsişmə nöqtəsi elə tilin yarısına bərabərdir. Kubun diagonalı isə dedik ki, A kök altdan neçə bərabərdir? 3-ə bərabərdir. Bu da neçə bərabərdir? 6 kök altdan 3-ə bərabərdir. 7-ci sualda dedik. 8-ci suala baxaq. Tam səthinin sahəsi 48-dir. Düsturu bilməliyik. 6a kvadrat neçə bərabərdir? 48. Onda a kvadrat neçə bərabərdir? 8-dir. Yan səthinin sahəsi bəs neçə bərabərdir ki? 4a kvadratı. A kvadratını neçə tapmışdıq ki? 8. Onda burada 4 vuraq 8 bərabər neçədir? 32-yə bərabərdir. 9-cu sual. Kubun tillərinin cəmi, bəşi misalın bir tərs versiyasıdır. Kubun tillərinin cəmi 48-dir. Yəni biz belə yazıram. 12a-mız neçə bərabərdir ki? 48-dir. Onda tilimiz neçə bərabərdir ki? 4-ə bərabərdir. Bəs kubun həcmi nəyə bərabərdir? Onda kubun həcmi A kubudur, yəni 4-ün kubuna bərabərdir. Doğru cavabımız 64-ə bərabərdir. 10-cu sual. Ölçüləri 3 cm, 4 cm, 5 cm olan düzbucaqlı parallelepipedin tillərin uzunluqlarını çıxarır. Biz kubda tillərin cəmi bilirik 12 və düzbucaqlı parallelepiped nədir? Tillərin cəmi. Məşhur düstur A üstə gələk, B üstə gələk neçədir? C-yə bərabərdir. Yəni bundan istifadə edə bilərik. Biz bunları bilməyimizlə sadəcə burada neçə yaza bilərəm? 3, 4, neçədir? 5-dir. Bunların hamısını toplasaq neçə bərabərdir ki? 3, 4, 7, 12, 12. 12-yi də 4-ə vururam 12-yə neçə bərabərdir? 48-ə bərabərdir. 11-ci sual. Kubun diagonalı 5 kök altı 3'dür. Düsturu bilməliyik. Yəni A kök altı 3, 5 kök altı 3'ə bərabərdir. Onda A-mız neçə bərabərdir? 5-ədir. Tam səthin sahəsini soruşur. Tam səthin sahəsi düstur nə idi? 6a kvadratıdır. Yəni 6 vuraq 25. Bu da neçə bərabərdir? 150-yə bərabərdir. Doğru cavabımız C. 12. Kubun həcmi 27-dir. Düsturu bilməliyik. A kubu 27-dir. Onda tili neçə tapdım? 3-dür. Tam səthinin sahəsi 6a-nın kvadratıdır. O da 6 vuraq 9 bərabərdir. Neçədir? 54-dür. Sadəcə burada fikir verin, əziz şagirdlər. Sadəcə düsturu bilməyimizlə misalları asanlıqla tapa bilərik. Yəni əsas onun sirri də odur. 13-cü sual. Ölçüləri 2 cm, 4 cm, 5 cm düzbucaq paralel həcmi. Bax, bu tip misal bir imtahana düşməsi daha çox olan tip bir sualdır. Həcmini soruşur. A vuraq, B vuraq, C. Bizcə burada diqqətli olun şəkildə. Ölçü vahidləri eyni olsun. Ölçü vahidləri eyni olduğuna görə. Ölçü vahidləri olmasa, onları eyni ölçü gətirmək lazımdır. 2 vuraq, 4 vuraq, 5. O da neçə bərabərdir? 40 santimetrin kubudur. 40 santimetrin kubudur. 14. Diagonal kəsinin sahəsi, bəs diagonal kəsinin sahəsi düsturumuz nə idi? A kvadratı kök altda 2 bərabərdir. 144 kök altda 2-dir. Kök altda 2-lər getdi. A-mız neçə bərabər oldu? 12-dir. Kubun tilini tapın. Kubun tili də neçədir ki? 12-yə bərabərdir. 15-ci sual. Kubun diagonalı. Kubun diagonalı demişdik ki, A kök altda 3 bərabər neçədir? 3. A-nı da tapsa, 3 bölək neçədir? Kök altda 3. Bəyət dediyimiz qaydadan istifadə edək. Kök altda 3-ə vursa, cavabımız neçə tapmış olaraq kök altda 3-dür. Tam səthin sahəsini soruşur. 6a kvadratı. Yəni 6 vura. Kvadratı neçələrdir? 3-dür. Sahəsi neçə bərabər olmuş olar? 18-ə bərabərdir.
Növbəti sual 16-cı sualdır. 16-cı sual nədir? Düzbucaqlı paralellepipedin oturacağının tərəfləri 2 sm, 3 sm, yan tili 5 sm olarsa tam səthin sahəsini soruşur. Yenə tam səthin sahəsi düstur nəyə bərabər idi? Düstur yazıram. 2 vuraq AB, üstə gələk AC, üstə gələk BC. A'mız bu, B'miz bu, C'miz də budur. Tam səthin sahəsinin dediyinə görədir. Onda biz A'nı B'yə 2 vuraq, A'nı B'yə 2 dəfə 3, 6, 2 dəfə 5, 10 plus B'ni C'yə vurdum. O da neçələdir? 15'dir. Sadəcə bunu hesablamaqla onun tam səthinin sahəsini tapmış olarıq. 17. Bu da aslında kubun tillərinin uzunluqlarını 4 dəfə artırsaq həcmini, tillərinin dediyinə görə, bu da 4 olduğuna görə bunu belə yazacağım. 4 vuraq 4 vuraq 4'dür. Bu da neçədir? 64 dəfə artmış olar. Burada ölçüləri 20 cm, 40 cm, 10 cm olan düzbucaqlı paralellepipedin həcmi hər hansı kubun həcminə bərabərdir. Kubun tilləri cəmi. Onda düzbucaqlı paralellepipedin həcmini elə kubun həcminə bərabərləşdirək. Düzbucaqlı paralellepipedin həcmi bu üç ölçünün hasilinə bərabərdir. 2 vuraq 40 vuraq 10'dur. Kubun həcmində nəyə bərabərdir? A kubu. Onda belə çıxır ki, A kubu bərabərdir 8 0 0 0, A da bərabərdir neçədir? 20'dir. Tili 20 tapdıq. Kubun da tilləri cəmidir. Və ya dedim ki, neçədir? 2 12'ya bərabərdir. Onda 12 vuraq 20, bu da neçə bərabər olmuş ola bilər? 240'a bərabərdir. 19-cu sual. İndi kubun bir yüzün diye. İndi kubun bir yüzün diagonal. Biri var kubun öz diagonal. O da bir yüzün diagonal. Onda A kök altda 2'dir. Bərabərdir 4 kök altda 2'dir. A'mız da neçə bərabərdir? 4'dür. Yan səthinin sahəsi bəs. Yan səthin sahəsi 4 A kvadratıdır. Yəni 4 vuraq 16 bərabərdir 64'ə bərabər. Doğru cavabımız 64'dür. 20. Kubun həcmi ilə, kubun həcmi, yəni nədir? A kubu ilə yan səthinin sahəsi, yan səthin sahəsi nəyə bərabərdir? Tam səthin sahəsinə bərabər. Tam səthin sahəsi nəyə bərabərdir ki? 6 A kvadrat. Buradan hər tərəfindən buradan A kvadrat çıxardaram. A üstə gələk 4 bərabər 6 A kvadratın hər tərəfindən kvadratına da bölərəm. A isə 4 bərabər neçədir? 6. Onda A'mızda neçə tapmış olarıq? 2'dir. Kubun tilləri cəmi yenə soruşur. 12 A'dır. 12'yi də 2'yə vuraram. Cavabımız 24'ə bərabərdir. 21. Kubun tili 4 cm-dir. Kubun həcmi ilə, yəni A kubu ilə yan səthinin sahəsinin cəmi. Kubun həcmini tapdım. A kubu tili verili vardır da, düzdürmü? Bu neçələdir ki? 64. Burada neçələrdir? 4, 16, 4'ü də vursam 64'dür. Bu da neçə bərabər ola bilər? 128'ə bərabərdir. 22. Kubun diagonal kəsrin sahəsi, yenə diagonal kəsrin sahəsidir. A kvadratı kök altda 2, 16 kök altda neçədir? 2'dir. Getdi, tili neçə tapmış oluruq? 4'dür. Tam səthinin sahəsini soruşur. Tam səthinin sahəsi isə 6 A kvadratına bərabər. Yəni 6 vuraq 16 neçə bərabər ola bilər? 96'ya bərabərdir. 23. Düzbucaqlı paralellepipedin oturacaq tərəfləri 5 cm və 6 cm. Yan tildə bu olarsa yan səthinin sahəsi. S yan səthinin sahəsi nəyə bərabərdir? 2H hündürlük və oturacaqların cəmidir. Bu şəkildədir. Oturacaq tərəfləri neçədir ki? 5 6, yəni 2 vuraq. Yan tili, bu yan tili, H yan tilidir. Verim neçədir? 8'dir. Bu üstündə 5 üstə gələk neçədir? 6'dır. Bu da 2 vuraq, 8 vuraq 11'dir. Yaxud da bunu bu şəkildə yaza bilərik. 22 vuraq 8'dir, 16'dır, 176'ya bərabərdir. 24. Ölçülər 2 cm, 4 cm, 5 cm olan düzbucaqlı paralellepipedin diagonalı. Diagonal nəyə bərabərdir ki? D bərabərdir A kvadrat üstə gələk, B kvadrat üstə gələk, C kvadratına bərabər. Düsturumuz budur. Yəni yerinə yazaq. Kök altı 2'nin kvadratı 4,
4'ün kvadratı 16, 5'in kvadratı neçədir? 25'dir. Bu da neçə elədir ki, 20 burada kök altında neçə bərabərdir? 45'e bərabər. Yaxud da bunu 3 kök altında 5 də yaza bilərik. Diagonalını tapın, bu şəkildədir. 25. Kubun bir üzünün sahəsi. Bir üzünün sahəsi də nədir? A kvadrat. A kvadrat neçədir? 4'dür. Tam sətrin sahəsini soruşur. Tam sətrin sahəsi də neçə bərabərdir? 6 A kvadrat. Yəni 6 vuraq 4. Bu da neçə bərabərdir? 24'ə bərabərdir. Əziz gəldiklər, burada sizə bir nüans deyim ki, əsas məsələlərdən biri. Kubun til deyəndə adı, bunu yadınızı saxlayaq. Kubun tam səthinin sahəsi 6 A kvadratı. 1. 2. Yan səthinin sahəsi 4 A kvadratı. 3. Kubun həcmi A kubu. 4. Kubun tilləri cəmi 12 A. 5. Kubun hər hansı bir üzün sahəsi 6 A kvadrat. Kubun diagonalı A kök altda 3. Kubun hər hansı bir üzün diagonalı A kök altda 2. 8. Kubun diagonal kəsiyin sahəsi A kvadratı kök altda 2'ye bərabərdir. Düzbucaqlı parametrin həcmi A bura, B bura, C'dir. Düzbucaqlı parametrin tam səthinin sahəsi 2'yi bura, A, B, A, C, B, C'dir. Düzbucaqlı parametrin yan səthinin sahəsi, yan 2'yi bura hündürlük, A üstə gələk B. Düzbucaqlı parametrin diagonalı kök altda A kvadratı üstə gələk B kvadratı üstə gələk C kvadratı. Bu düzbucaqlı parametrin diagonalını dedik, tam səthini. Tilləri cəmi 4 bura A üstə gələk B üstə gələk C-yə bərabərdir. Bununla bax, əsas bu fəza fiqurlarında olan imtahanda düşənlər sadəcə onların bütün hamısı düstur ola bilərdir. Bunları bilməyiniz vacib şərtlərdən biridir.